iftarın tezləşdirilməsi günəşin qövsünün batmasına görədir. Bəzi insanlar görürsən ki, ehtiyat edirəm deyib iftarı neyniyir? Gecikdirir 5 dəqiqə, 6 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə sonraya saxlayır. Allah qorusun. Bu, Yahudilərin əməli olub. Peyğəmbər sallallahu aleyhi və səlləm iftarı tezləşdirərdi. Vaxt girdi, yəni günəşin qövsü batdı, qiyab oldu. Biz keçən, inşallah bugün də o haqda danışacağıq. Yəni, ikinci növbəti hədisdə gələcək inşallah ki, yəni günəşin qövsü batan kimi Allah Resulü sallallahu aleyhi və səlləm iftar açıb. O 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə gecikdirənlərin dəlili nədir? Onların dəlili nədir ki, orucun vaxtı açmaq 5 dəqiqə necə götürülüb? Hansı vaxtla götürüb açırlar iftarı? O dəqiqəni, o saniyəni, orucun açma vaxtını nə ilə təyin ediblər onlar? Yəni, şəriət təyin edib ki, günəşin qövsü, yumru qövsü batdı, artıq iftar etməlisən. Amma o 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə gözləyənlər, onların dəlili nədir, subutu nədir ki, yəni neçə dəqiqə gözləməlisən? Biri 5 dəqiqə gözləyəcək, biri 10 dəqiqə gözləyəcək, biri yarım saat gözləyəcək, Allah qorusun. Bu da kimin yoldur? Əhli kitabdan gələn yoldur bu. Hansı ki, müsəlman iftarı tez açmaq. Yoxsa nə qədər ki, iftarı tez edəcəksiniz, o qədər xeyir üzərində olacaqsınız. Allah akbar. Hədisi İmam Buxari və Müslim rəvayət edib.